Quran-ı Kərimdə Əraf surəsinin 59-cu ayəsində uca yaradanımız belə buyurur. Laqad arsalna Nuhan ila qavmihi, deyir, biz göndərdik Həzrəti Nuhu öz qövmünə. Fəqalə ya qavmi ibudullah, ey mənim qövmüm, ibadət eləyin Allaha. Mə ləkum min ilahin qayruh. O yaradandan başqa sizin yaradanınız yoxdur. Sizin Allahınız, sizin ilahınız o Allahdır. İnni əxafu aleykum azəbə yevmin azim. Mən o əzim, o əzabın, o əzim günün əzabından sizin üçün qorxuram. Burada qiyamətə işarədir. Qiyamətə işarədir. Yəni bax, Həzrəti Nuhun oğlu kimlərdən idi? Atasının dəvətini qəbul eləməyənlərdən. Bəzi insanlar düşünürlər ki, mən filan kəsin oğluyam, mən seyidəm, peyğəmbər evladıyam, mənə nəsə orada bir şans olacaq. Əgər sən peyğəmbər evladı olsun belə, ki, Nuhun evladı onun peyğəmbərin evladıdır. Amma eyni missiyaya, eyni məqsədə xidmət eləmirdi deyibən, qərq olanlardan oldu. Və Allah birbaşa onun peyğəmbərlə olan bağında qıldı. Buyur ki, innəhu leysə min əhlik. O sənin ailöndəndir. Yəni onun ailə hüququnda belə əlindən aldı.